Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, psixopnevmatik bir xəstəlik haqqında. Bu xəstəlik nədir, yaxud niyə yaranır? Bu xəstəliyin ortadan qaldırılması üçün yollar nələrdir? İlk başda bu xəstəlik ondan ibarətdir ki, belə deyək, türk bəlirtiləri Azərbaycan dilində, yəni özünü göstərməsi üçün ilkin addımlar odur ki, ilk başda həmin şəxs daima bədənində yaralar, daima hər hansı bədən üzvü olsun, bədənlərinin hər hansı bir növ hissəsi olsun, ağrı hiss edirlər. Elə düşünür ki, qolu ağrıyır, boynu ağrıyır, başı ağrıyır. Bir də görsən, zarafatsan, yəni münasibət qurulan şəxslər arasında olur, artıq oğlanlarda o qızlarda bağlı olmur. 200 sənin başı. Sən elə ancaq ağrı yataraq qalmısan ki. Bu nə haldır? Bu əslində psixopnevmatik bu xəstəlik bundan ibarətdir ki, insan daima bu xəstəliyə hansı halda qapılır? Məsələn, belə deyək, şiddətli şəkildə tutaq ki, bir qəza nəticəsində qolu zədələnibdir. Və o qol ağrısını zaman keçdikdən sonra həmin travmadan sonra düşünür ki, o qəzada sanki ayağı da dəymişdi axı. Dəyməyib heç. O bədbəxtin söhbətdən xəbəri yoxdur. Getdi. Beynində qaldı, yaratdı, bir ağrıda başladı. Yaxud necə? Evdə gedir, ayaq dəydi qapının tininə, elə düşünür ki, dirsəyi dəyibmiş. Həqiqətən çox qlobal bir, yəni geniş yayılmış xəstəlikdir. Xəstəlikdən bir növ yeni bir xəstəlik çıxartmaq və bu da əslində qorxunun, travmanın qabarıq göstəricisidir. Çalışın belə olduğumuz halda beyinə bir kəlmə siqnal, nöqtə atışı olaraq 12-dən göndərmək lazımdır ki, həmən ağrı həmən yerdə qaldı. Onsuz istəyir heç bir, belə deyək, şiddətli ağrı olsa da anında olduğu kəskin şəkildə sonradan bir üzə vermir. Bitdi, keçdi, getdi. Bu qədər. Çalışın bu kimi məqamlarda beyni müsbətə doğru yönəltin, mənfiyə doğru yönəltməyin. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyən şəxslər mesaj bölməsinə yaxud şərh bölməsinə məlumat verə bilərlər.